Salam, hörmətli izləyicilər. Kənd Təsərrüfatı Nazirliyi rəsmi açıqlama yaydı. Bu gündən etibarən Azərbaycan ərazisindəki bütün su hövzələrində sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu sentyabrın 1-nədək qadağan edilir. Bu qadağa balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq tətbiq olunur. Məqsəd balıq ehtiyatlarını qorumaq və gələcək nəsillərin artmasını təmin etməkdir. Nazirlik bütün fiziki və hüquqi şəxsləri xəbərdar edir. Qadağan olunmuş müddətdə sənaye balıq ovu aparmaq, qadağan edilmiş alətlərdən istifadə etmək qəti qadağandır. Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Hazırda Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin su nəqliyyatında polis idarəsinin əməkdaşları Xəzər dənizində və daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Vacib xatırlatma. Bu qadağa əsasən sənaye, kommersiya ovuna aiddir. Həvəskar balıq ovu üçün ayrı qaydalar qüvvədədir. Qaydalara əməl etməyiniz xahiş olunur. Balığımızın və təbiətimizin qorunmasında hər birimizin rolu var. Qanuna riayət edək. Gələcək nəsillərə təmiz su hövzələri və zəngin balıq ehtiyatları qoyaq. Mövzu ilə bağlı sualınız varsa şərhlərdə yazın. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, təbiətə qarşı məsuliyyətli olun.